Bizim səhərimiz olaydı İmam Zamanla, gecəmiz olaydı İmam Zamanla, günümüz olaydı İmam Zamanla. Kimin üzünə yaşadığımızı biləydik kaş. Başa düşəydik kimin üzünə yaşayır. Yağış kimin əli ilə yağır, gün kimin əli ilə çıxır. Ruzu kimin əli ilə gəlir, yetişir mənə, kimin əli ilə. Yeryüzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyirlər. Elə isə ruzini Allahdan diləyin, ona ibadət edin və ona şükür edin. Siz ancaq ona qaytarılacaqsınız. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə bilən varmı? O, paktır və müşriklərin ona şərik qoşduqlarından ucadır. O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk O'nundur. Sizin ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyirlər. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları öz əmrinə tabe edən də O'dur. Əslində, yaratmaq da, əmr etmək də ona məxsusdur. Yağışı O yağdırır və bətinlərdə olanı O bilir. Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Allaha möhkəm sarılın. O sizin himayədarınızdır. O nə gözəl himayədar, nə gözəl yardımçıdır.